Salam, hər vaxtınız xeyir, çox hörmətli televiziya tamaşaçıları. Xəmsə Milli İntellektual oyunu yenidən sizin görüşünüzə gəldi. Bugün bizim üçün özəl və xüsusi bir efirdir. Xəmsə Milli İntellektual oyunda Zəfər Kuboku oynanılacaq. 5 il bundan öncə şanlı Azərbaycan ordusu 44 günlük vətən müharibəsində qələbə qazandı və bizə qələbə hissi yaşatdı. Eşq olsun Azərbaycan ordusuna və bu qələbə günü münasibəti ilə Zəfər Kuboku təşkil eləmişik. Qələbənin 5 illiyinə həsr olunan Zəfər Kuboku məhz Xəmsə Milli İntellektual oyununun efirindədir. Zəfər Kubokunda iştirak edəcək komandaları və onların heyətlərini sizinlə tanış eləmək istəyirəm. Deməli, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası Elmar Nəsibov, Faiq Mustafayev, Tusi Hüseyinzadə, Ruslan Cəbiyev və Şəhriyar Hümbətli. Onlar göy masada əyləşəcəklər. Xoş gəlmişsiniz dostlar. Aviasiya Akademiyasının komandası Zaur Həşimov, Murad Məlikov, Həmid Mehdi, Nural Mürsəlov, Nuray Məmməd Salayeva. Onlar sarı masada əyləşəcəklər. Siz də xoş gəlmişsiniz. Davam eləyirik. 42 komandası Ağasəv Məhərrəmov, Şərif Məcidzadə, Gülhasan Kərimov, Ayət Bəşirzadə, Elşən Cəbrailov. Onların yeri yaşıl masadır. Və Zəfər Kubokunda iştirak edəcək sonuncu komanda tibb işçiləridir. Elvin Abbaszadə, Sümbül Oruclu, Neyman Qeybullayev, Rəna Mahmudova və İlkin Qurbanlı. Qırmızı masada əyləşin xahiş olunur. Siz də xoş gəlmişsiniz. Tibb işçiləri özümüzü alqışlayaq və alqışların sədası altında Xəmsə Milli İntellektual oyununun ilk raundu, bəlli raundu başlayır. Dəyərli komandalar, sizi bəlli raundun qaydaları ilə tanış eləyirəm. Əvvəlcədən 5 mövzu veriləcək. Həmin mövzuya uyğun olaraq oyuncuları seçəcəksiniz və oyuncu kürsüsünə göndərəcəksiniz. Mövzular belədir. Vətən müharibəsi, rayonlarımız və şəhərlərimiz, Türk dövlətlərinin paytaxtları, futbol və görkəmli qadınlarımız. Sizə vaxt verilir ki, mövzulara uyğun olaraq oyuncuları seçəsiniz. Vaxt bitdi və mən komandalardan xahiş edirəm ki, ilk mövzuda vətən müharibəsi mövzusunda oynayacaq oyuncuları oyun kürsüsünə göndərsin. Bəli, raundun ilk mövzusu vətən müharibəsi adlanır və ilk sual 100 xal. 2021-ci ilin mayında Zəfər günü münasibəti ilə Bakı metropoliteninin bu stansiyası istifadəyə verilib. 42. 8 noyabr. Bəli, bu doğru cavabdır. Keçirik növbəti suala. Vətən müharibəsindən sonra açılmış bu parkda qrad qurğuları 42. 3, 2, 1 cavab. Qarabağ. Bu cavab səhvdir. Cavab verəcək FHŞ Akademiya. Buyurun. Zəfər Parkı. Bu cavab da səhvdir. Cavab şansı keçir. Tibb işçilərinə. Buyurun. Qənimətlər Parkı. Bəli, bu hərbi qənimətlər parkıdır. Qrad qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Bu rayonun azad edilməsi barədə medalın üzərində 9 oktyabr 2020 sözləri yazılıb. 42. Cəbrayıl. Xeyr, bu səhv cavabdır. Şans keçir FHŞ Akademiyaya. Laçın rayonunun işğaldan azalınması. Bu da səhv cavabdır. Cavabınız var mı? Bas. Yoxdur. 3, 2, 1. Düzgün cavab Xocavənd rayonudur. Davam eləyirik. Zəfər parkında yerləşən Zəfər tağının hündürlüyü və sütunlarının sayı bu qədərdir. 42. 44.
Bəli, 44 məhz Vətən müharibəsinin günlərinin sayı qədər. Davam eləyirik. Bu su anbarını azad eləməklə Tərtər, Goranboy, Efaşan Akademiya. Suqovuşan su anbarı. Bəli, bu Suqovuşan su anbarıdır. Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq bərpa olundu. Oyunçuları təbrik edirəm, onlar masada yerlərini ala bilərlər. Növbəti mövzumuz rayonlarımız və şəhərlərimizdir. Həmin mövzuda oynayacaq oyunçuları oyun kürsüsündə gözləyirəm. Rayonlarımız və şəhərlərimiz mövzusunda ilk sual oynanılır. Nominal xal dəyəri 100. 21 dekabr 2023-cü ildə bu şəhərdə futbol üzrə Azərbaycan Kuboku çərçivəsində Qarabağ və Moik Xankəndi rayonu. Xankəndi şəhəri Qarabağ və Moik klubları arasında futbol maçı olmuşdu Azərbaycan Kuboku çərçivəsində. Bəli, bu düzgün cavabdır. Laçın rayonunun Qorçu kəndində yerləşən onun təməli 2021-ci ilin avqustunda qoyulmuşdu. Nə? 3, 2, 1. Mən deyirdim ki, buna aviasiya komandası cavab verəcək, amma çox təəssüflər. Bu Laçın Beynəlxalq Hava Limanı idi. Davam eləyirik. 2023-cü ildə Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək bu rayon yaradılmışdı. Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsü artıq ilk düymə sıxılıb. Tibb işçiləri. Zəngəzur bölgəsi yarandı, yəni Şərqi Zəngəzur. Bu səhv cavabdır. Aviasiya komandası. Ağdərə. Bəli, bu doğru cavabdır. Bravo! Davam eləyirik. Bu şəhərin adının mənşəyi ilə bağlı bir nəzəriyyəyə görə o, çayın yuxarısındakı qala mənasını verən Kevliçar sözündən yaranıb. Kevliçar. Tibb işçiləri. Bəlkə Kəlbəcər. Bəlkə yox, elə həqiqətən də Kəlbəcərdir. Bravo! Davam eləyirik. Ötən əsrin 80-ci illərində bu rayonumuzda fəaliyyət göstərən Süsən futbol klubu oyunlarını Səməd Vurğun adına stadionda keçirirdi. 3, 2, 1. Efaşan Akademiya. Şuşa. Yox, bu düzgün cavab deyil. Şuşa şəhərdir. Rayonun adı isə Zəngilandır. Oyunçulara təşəkkür edirəm. Onlar masada öz yerlərini ala bilərlər. Biz isə növbəti mövzuya keçid alacağıq bəlli raundda. Türk dövlətlərinin paytaxtları mövzusu. İlk sual, nominal xal 100. Bu şəhər 2022-ci ilə qədər müasir dövrdə ən çox ad dəyişikliyi olan paytaxt kimi tibb komandası. Astana. Bəli, bu Astanadır. Ginnesin rekordlar kitabına düşüb. Bravo. Davam eləyirik. Bu Türk şəhəri 1985-ci ildən etibarən Bakı ilə qardaşlaşıb. Efaşan Akademiya. Ankara. Yox, bu Ankara deyil. Tibb komandası. İzmir. Bəli, bu İzmir şəhəridir. Bravo. Davam eləyirik. Bu şəhərin gerbinin üzərində güc ədalətdədir yazısını görmək olar. Şəhər Özbəkistanın paytaxtıdır. Tibb komandası. Daşkənd. Bəli, bu Daşkənd şəhəridir. Güc həqiqətən də ədalətdədir. 1825-ci ildə bu şəhərin ərazisində Pişpek qalası tikilmişdi. Tibb komandası. Bişkek. Bu Bişkek şəhəridir. Bravo. Davam eləyirik. Bu şəhərin inzibati bölgüsünə Kopetdağ, Bəxtiyarlıq, Büzmeyin, 42 Aşqabad. və Bərkərar rayonları daxildir. Bəli, bu Aşqabaddır. 42 komandasını təbrik edirəm. Təşəkkür edirəm oyunçulara. Yerlərini ala bilərlər və növbəti mövzu oynanılacaq bəlli raundda. Bəlli raundda 4-cü mövzumuz futbol adlanır.
İlk sual və xal dəyəri 100. Rio de Janeiro'da keçirilən Olimpiya oyunları üçün bu futbolçu Ümid adlı mahnı yazmışdı. 42. Olsun Neymar. Yox, Neymar. Hələ mahnı yazacaq səviyyədə deyil məncə. 3, 2, 1. Reaction Alves. Akademiya. Dani Alves. Yox. Cavab versiya. Bu Pele idi dostlar, Pele. Davam eləyirik. Bəzi ölkələrdə 5, bəzilərində isə 10 dəfə çempion olan klublar logolarına 42, Logolarına ulduz əlavə olunur. logolarına ulduz əlavə eləyirlər. Bəli, bu doğru cavabdır. Davam eləyirik. Real Madrid klubunun tarixində bir mövsümdə ən çox gol vuran futbolçu məhz odur. 42. Cristiano Ronaldo. Bəli, bu Cristiano Ronaldo'dur. Bravo. Davam eləyirik. David Beckham bildirir ki, bunu 2014-cü ildə keçirilən Dünya Çempionatının finalında gol vurandan sonra eləməyi arzu eləyirdi. Bu da həyata keçmədi. Tip Futbol komandası. karyerasına son qoymaq. Bəli, futbol karyerasına son qoymaq və yaxud da futbolla vidalaşmaq. Bravo. Böyük Britaniya UEFA-da 4 yığma ilə təmsil olunur. Hansı Avropa ölkəsi UEFA-da? F-Aşın Akademiya. Şotlandiya. Yox, bu səhv cavabdır. Tələsdiz bir balaca. Cavab şansı keçir tip komandasına. Şimali İrlandiya. Bu da səhv cavabdır. 42. Bəlkə elə İrlandiya özü. Yox, bu İrlandiyada deyil. Buyurun aviasiya. İspanya. Yox, bu da səhv cavabdır. Bu Farer adaları ilə birlikdə Danimarka idi. Danimarka. Sizə də təşəkkür edirəm. Keçə bilərsiniz yerinizə və növbəti mövzunu oynamaq üçün 5-ci mövzu olacaq. Bəlli raundda oyunçular öz yerlərini ala bilərlər. Bəlli raundun sonuncu mövzusu görkəmli qadınlarımız adlanır. İlk sual və xal dəyəri 100. Şuşaya su kəməri çəkdirən bu qadın həm də Xurşid imzası ilə 42 Xurşudbanu Natavan. şeirlər yazırmış, bəli, Xurşudbanu Natavan. İlk qadın bəstəkarımız olan Ağabacı F-Aşın Akademiya. Şəfiq Axundova. Yox, bu səhv cavabdır. 42, Gəlin Qayası. bu da səhv cavabdır. Tibb işçiləri, Kukla mahnısının bəstəkarıdır. o da səhv cavabdır. Mən isə sualın qalan hissəsini aviasiya komandası üçün oxuyacağam. Ağabacı Rızayeva Dövlət Konservatoriyasında onun sinifində təhsil alıb. Kimin? Kim? Kimin sinifi? Üzeyir Hacıbəyli. Bu doğru cavabdır, bravo. Deyilənlərə görə Sultan Səncərin diqqətini onun gözlənilmədən 42 komandası. Məhsəti Gəncəvi. Yağan qar haqqında bədayətən söylədiyi bir rübai çəkmişdi. Sultan bu rübaini eşitdikdən sonra şairəni məhhisti, yəni ən böyük adı ilə mükafatlandırmışdı. Bəli, bu Məhsəti Gəncəvidir. Davam eləyirik. O, 1972-ci ildə Gəlin Qayası operasını yazmaqla Şərqin aviasiya... Şəfiq Axundova. Bəli, bu Şəfiqə Axundovadır. Şərqin ilk opera yazan qadın bəstəkar olub. Davam eləyirik. Bu xanım ilk dəfə uçuşunu hələ tələbə aviasiya uçuş sözünü eşidən kimi düyməni sıxdı. Eşidim. Bəlkə Leyla Bədirbəylidir bu. Yox. İkinci Züleyxa şans 42 komandasınındır. Züleyxa Seyid Məmmədova. Bəli, bu Züleyxa Seyid Məmmədovadır. Tələbə aeroklubuna üzv olarkən həyata keçirmişdi. Görkəmli qadınlarımız mövzusu da bitdi və bu bəlli raundun sonuncu mövzusunun sonuncu sualı idi. Komandalar öz yerlərinə oyunçularını dəvət eləyə bilər, biz isə şərtli raunda keçirik. Şərtli raundun qaydalarını sizə elan eləyirəm. Şərtli raundda növbə ilə mövzular elan olunur və siz mövzunu eşidəndən sonra həmin mövzuya uyğun olaraq oyunçuları seçib oyun kürsüsünə göndərirsiniz. Şərtli raundun ilk mövzusu Azərbaycan kinosudur. Vaxt veririk sizə fikirləşmək üçün. Buyurun.
Və oyunçular kürsüdə öz yerlərini alsın. Biz Azərbaycan kinosu mövzusunda ilk sualı səsləndirək. Birinci sualı oxumamışdan əvvəl bəlli raundda komandaların topladığı xalları tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Efaşan Akademiya -1400, Aviasiya -100, Tip komandası 1000 və birinci raunddan sonra lider komanda 1100 xalla 42-dur. Şərtli raundun ilk mövzusunun ilk sualı. Bu filmdə Ələddin Abbasov Cahandar ağa, Eldar Əliyev Əhməd, Aviasiya, Dəli Kür. Məlik Dadaşov, Molla Sadıq, Məmməd Bürcəliyev Allah yar rollarını ifa eləyib. Bəli, bu Dəli Kürdür. Davam edirik. Bu filmimizə həsr olunmuş Poç markasında əlində müxtəlif rənglərdə parçalar tutmuş Rəşid Behbudovu görmək olar. Tip komandası. Arşım Alalan. Bəli, bu Arşın Malalandır, bravo. Hadisələri Abşeron qəsəbələrinin birində cərəyan eləyən film baş qəhrəmanın yuxusundan bəhs eləyir. 42, birinci sıxıb düyməni. Elə yuxu filmidir. Bəli, bu yuxu filmidir həqiqətən də. Bravo. Filmdə hadisələr valideynlərinin yanına gələn Əhmədin evlənməmək bəhanəsi ilə kənddən şəhərə Efaşan Akademiya Əhməd haradadır? qaçması ilə başlayır. Bəli, bu Əhməd hardadır filmidir. Davam edirik. 2016-cı ilə aid Əbədi Ezamiyyət filmi Azərbaycan Xalq Cumhuriyyətinin parlament sədri olan onun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunan nümayəndə heyətindən bəhs eləyir. Efaşen Akademiya. Məmməd Əmin Rəsulzadə. Yox, bu səhv cavabdır. Aviasiya. Əlimərdan bəy Topçubaşov. Bu isə doğru cavabdır. Bəli, Əlimərdan bəy Topçubaşov. Komandalar öz oyunçularını masa ətrafına çağıra bilərlər və növbəti mövzu rəngli mövzu adlanır. Rəngli mövzuya uyğun oyunçular oyun kürsüsündə öz yerlərini alsınlar. Şərtli raundun mövzusu rəngli mövzu adlanır. İlk sual nominal xal dəyəri 200. Braziliyada yaşayan bəzi tayfalar bu çayı Paranatinga, fototu 3, 2, Amazonka. dəqiqləşdirək. Amazon çayı. Bəli, bu doğru cavabdır. Amazon çayı və yaxud da ağ çay adlandırırlar. Növbəti sual. Neft. Qlobal istiləşmə kitabının üzqabığında əsasən bu rəngdən istifadə olunub. Tibb işçiləri. Qara rəng. Bu qara rəngdir. Bravo. Davam edirik. O, ilk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün fototu. Sarı gəlin. Bu həqiqətən də sarı gəlindir. Bravo. Davam edirik. Heraldikada bu rəng ümid və bolluğu simvolizə eləyir. Ümid və bolluq. Buyurun, fortetu. Sarı rəng. Yox, bu səhv cavabdır. Bu səhv cavabdır. Digər komandaların cavab vermək üçün 3 saniyə vaxtı var. 3, 2, 1, versiya. Yaşıl. Yaşıl. Basın Basın deyin də yaşıl. Mən fototu düyməni sıxanda elə bildim ki, bu çox üst-üstə düşəcək. Yaşıl kürsüdəki oyuncu yaşıl deyəcək, amma çox təəssüf. Davam edirik. Velosiped idmanı üzrə İspaniyada keçirilən Vuelta yarışlarında liderin köynəyi Tour de France-dan fərqləndirmək üçün tibb işçiləri, Sarı rəng olur. tibb işçiləri, bu səhv cavabdır. Fortutu. Aviasiyada sıxıb düyməni. 3, 2, 1 cavab. Qırmızı. Bu qırmızıdır. Bəli, bravo. Mən də dedim ki, siz qırmızı kürsüdə sıxıb qırmızı deyəcəksiniz. Ay tibb işçiləri, çox təəssüf. Tour de France-dan fərqləndirmək üçün məhz qırmızı rəngdə olurdu. Oyunçulara təşəkkür edirəm. Onlar öz komanda yoldaşlarının yanına gedə bilərlər. İlin ayları mövzusunu oynayacağıq şərtli raundda. Şərtli raundda 3-cü mövzunu oynayırıq. Mövzu ilin ayları adlanır. İlk sual və nominal xal dəyəri 200.
İstehkamçının İşığı adlı jurnalda çap edilmiş crosswordun cavablarını öyrənmək üçün 4 il gözləmək lazımdır. Bəs jurnal, aviasiya, Fevral. bu səhv cavabdır. Tip komandası, Dekabr. bu da səhv cavabdır. Fortitude, 29 fevral. bu düzgün cavabdır. Bəli, bəs jurnal hansı tarixdə çap edilir? Sual belə idi, məhz 29 fevral. Aperio sözü latınca açmaq deməkdir. F-Aşan Akademiya. Aprel. Aprel ayının adının mənası da bu sözdən əmələ gəldiyi iddia olunur. Bəli, bu apreldir. Romalılar da istifadə edirdilər bu sözdən. Bəzi ölkələrdə ona həsr edilmiş bayram 14 martda, bəzilərində isə tip komandası. Pi günü. Bir də? Pi günü. Bəli, bu pi ədədidir. Bravo. Davam edirik. Dublin yaxınlığında sehirli təpə var. Yerli sakinlər burada pərilərin yaşadığını iddia edirlər. Bəs bu pərilər hər il hansı tarixdə yerlərini tərk eləyirlər? Əslində o qədər də çətin sual deyil, pərilərdən çıxa bilərsiniz. Pərilər, küpə girən qarılar, cadugarlar, tip komandası. 31 oktyabr. Halloween bayramı 31 oktyabr, bravo! 3 ölçülü kompüter qrafikası ilə məşğul olanlar hansı tarixi bayram eləyirlər? 3 ölçülü kompüter qrafikası. Fortitude. 3 dekabr. Bravo, 3D, məhz 3 dekabr bayram eləyirlər. Oyunçulara təşəkkür eləyirəm, onlar masada öz yerlərini ala bilərlər. Biz isə şərtli raundun 4-cü mövzusunu oynayacağıq. Mövzu heykəllər adlanır. Şərtli raundun heykəllər mövzusu oynanılacaq. İlk sual, xal dəyəri 200. 2001-ci ildə Taliban rejimi ona qoyulmuş 55 metrlik heykəli dağıtmışdı. Fortitude komandası. Lenin. Yox, bu səhv cavabdır. Davam eləyirik. Digər komandaların cavab vermək üçün şansı var. 2001-ci ildə Taliban rejimi ona qoyulmuş 55 metrlik heykəli dağıtmışdılar. 3, 2, 1. Bu Buddha-ydı, Buddha-ya qoyulan heykəl. Davam eləyirik. Hugo Reinhold'un heykəlində meymun əlində hansı alimin kitabını tutub? Fortitude. Charles Darwin. Bu Charles Darwin'dir, bravo. Davam eləyirik heykəllər mövzusuyla. Statistikaya görə Amerikalı uşaqların 80% hesab eləyir ki, o əlində dondurma tutub. Fortitude. New Yorkda yerləşən Azadlıq heykəli. Və yaxud da azadlıq abidəsi. Bəli, mən qəbul edirəm bu cavabı. Bravo. Müasir Tunisin qurucusu Həbib Burgibanın ölkədə olan əksər heykəllərində o, hansı heyvanın üstündə təsvir edilib? Fortitude komandası. Dəvə. Bəli, o dəvənin üstündə təsvir edilib. Bravo. Davam eləyirik. Parisdəki Madame Tussauds'un mum figurları muzeyində yalnız Voltaire'in heykəli şüşə altında saxlanılır. Bunun səbəbi nədir? 3, 2, 1. Yoxdur versiya. Versiya bəlkə boyu qısa olduğu üçün gələn gedənlər onu Yox, bu səhv toxunur. cavabdır. Başqa komandada versiya yoxdursa, mən cavabı səsləndirim. Onu çünki Madame Tussauds özü hazırlayıb. Özü hazırlayıb. Oyunçulara təşəkkür eləyirik. Onlar masa ətrafında öz yerlərini ala bilərlər və biz şərtli raundun sonuncu mövzusunu oynayacağıq. Mövzu avtomobil adlanır. Şərtli raundun sonuncu mövzusu oynanılır. Avtomobil mövzusudur. Mövzunun adı ilk sual və sualın dəyəri 200 xal. Onların üzərində yazının tərsinə olması, arxa görüntü güzgüsündə tip komandası Ambulans. və yaxud da təcili tibbi yardım avtomobilləri. Bəli, bu yazının arxadakı sürücü tərəfindən oxuna bilməsi üçündür və yaxud da güzgüdə görünməndə oxuna bilməsi üçündür. Bravo. Yaponca 3 san, 2 isə nidi. Hansı kampanya avtomobil yarışlarında 23 tip komandası?
Nissan. Bəli, 23 nömrə altında çıxış eləməyə üstünlük verir. Bu Nissandır. Niderlandda polislərin xidməti avtomobillərində mütləq yumşaq ayı oyuncaqları olmalıdır. Bu da onları sakitləşdirmək üçündür. Onları tapın. Uşaqları. Bəli, Efaşen komandası düzgün cavab verdi. Hadisədən qorxan uşaqları. Bravo. Davam edirik. Ötən əsrin 60-cı illərində kənd təsərrüfatı işləri üçün hazırlanmış Kolkida modelləri Gürcüstanın hansı şəhərində istehsal olunurdu? Efaşen Akademiya. Qori. Yox, bu səhv cavabdır. Çox təəssüflər olsun. Davam edirik digər 3 komanda üçün. Versiya. Kolkida. 3-2-1. Bu Kutaisi şəhəridir. Davam edirik. Avtomobil mövzusu sonuncu sual və qeyd edeyim ki, bu şərtli raundun da sonuncu sualıdır. Torino klubunun futbolçusu Gigi Meroni hansı avtomobillə toqquşmadan sonra vəfat eləmişdi? Torino klubunun futbolçusu Gigi Meroni hansı avtomobillə toqquşmadan sonra vəfat eləmişdi? Kömək eləyəcəm son sual olduğu üçün. Bu İtalyan avtomobilidir. 3. Efaşen Akademiya. Bugatti. Yox, bu səhv cavabdır. 2, 1. Bu Fiat avtomobilidir. Markanın adındakı sonuncu hərif Turin şəhərini bildirir. Oyunculara təşəkkür eləyirəm. Alqışlayaq onları və masada öz yerlərini alsınlar. Biz şərtli raundu bitirdik. Növbədə isə bizi sirli raund gözləyir. Sirli raundun qaydalarını sizin diqqətinizə çatdırıram. Sirli raundda yalnız oyuncular oyuncu kürsüsündə yerini alandan sonra mən mövzunu elan eləyəcəm və oynamağa başlayacağıq. Sirli raundun ilk mövzusunda oynamaq üçün komandalara 30 saniyə vaxt verilir. Buyurun. Oyuncular oyun kürsüsündə öz yerlərini alsınlar və biz sirli raundun ilk mövzusuna başlayaq. Sirli raundun ilk mövzusunu elan eləyirəm. Mövzu mükafatlar adlanır. Birinci sual nominal xal dəyəri 300. Bu mükafatın rəsmi adı Kino Akademiyasının mükafatıdır. Deyilənə görə tibb işçiləri Oscar mükafatı. adını bir kitabxanaçının şərəfinə alıb. Bəli, bravo, bu Oscar'dır. Davam edirik, mükafatlar. Booker ədəbi mükafatının qalibinə 50.000 funt sterling mükafat verilir. Əsərə qoyulan yeganə tələb isə hansı dildə yazılmağıdır? Tibb işçiləri. İngilis dilində. Bəli, İngilis dilində. Davam edirik. Restoranlar üçün prestijli mükafat sayılan tibb komandası. Michelin ulduzu. Bəli, bravo, təbrik edirik. 3 reyting ulduzu olur, Michelin ulduzu, Michelin mükafatı. Nobel mükafatının bu nominasiyası 1968-ci ildə İsveç Bankı tərəfindən təsis edilib. Tibb komandası. Ədəbiyyat. Bu səhv cavabdır. Digər komandanın cavab vermək üçün şansı var. 3, Versiya. 2, 1. Cavab yoxdursa versiya. Fərz eləyək ki, bu iqtisadiyyat, ekonomika üzrə. Niyə fərz edirsən? Vur düyməndə də. Bəli, bu iqtisadiyyat üzrə Nobel mükafatıdır. Davam edirik. Bu mükafatın ilkin adı Gramofon olsa da, sonradan Thomas Edison'un şərəfinə Eddi adı da əlavə olundu. Hazırda bu mükafat necə adlanır? Aviasiya. Grammy. Grammy mükafatı. Bravo aviasiya.
O sonuncu sualın 1500 xalını öz hesabına yazdırdı. Oyunculara təşəkkür edirəm, öz yerlərini ala bilərlər. Sirli raundun ikinci mövzusunda oynayacaq ikinci oyuncular oyun kürsüsündə öz yerlərini alsınlar. Sirli raundun ikinci mövzusu Na ilə başlayır. Na ilə başlayır. İlk sual nominal xal dəyəri 300. Versiyalardan birinə görə bu şəhərimizin adının mənası süzülən, axıb gedən, aviasiya, Naftalan. axıb gedən mənası verən sözdən yaranıb. Bəli, bu naftalandır. Adətən balıq və ət yeməklərində ədviyyat kimi istifadə olunan o, yeməklərə Evaşen, Nar şərab. bəli, bu nar şərabdır. Yeməklərə yüngül, turş, məzə, dad verir. Evaşen Akademiya bu suala düzgün cavab verdi. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən aviasiya Napolyon Bonaparte. zəbt olunmuş Toulonu azad eləməklə qazanmışdı. Bu Napolyon Bonaparte'dır. Bu bitki elmi adını tip Nanə. Nanə, bəli, tip komandası bu suala düzgün cavab verdi. Roma ilahəsi Mentanın adından alıb. Nöqtə N-A hansı Afrika dövlətinin internet domenidir? Tip Namibiya. komandası. Namibiya. Bəli, bu Namibiyadır, bravo! Oyunculara təşəkkür edirəm, öz yerlərini masa ətrafında ala bilərlər. Biz isə sirli raundun növbəti mövzusuna keçid alırıq. İlk sual nominal xal dəyəri 300. Şimali Amerika faunasına məxsus ağ quyruqlu marallar insanlar üçün o qədər də təhlükəli deyillər. Bəs onlar tez-tez nə ilə toqquşur? 42 komandası. Avtomobil qəzaları orada məşhurdur bundan bağlı. Konkret cavab. Avtomobillərlə. Bəli, bu doğru cavabdır. Marallar avtomobillərlə toqquşur. Versiyalardan birinə görə Romanı yandırmağı ilə ad çıxarmış Neronun həyatına bu heyvanlar son qoyub. Romanı yandıran Neron. Tip komandası. Qazlar. Yox, qazlar səhv cavabdır. Digər 3 komandanın cavab vermək üçün şansı var. Mən Romanı yandıran Neron dedim, Roma dedim. Evaşen. Canavar. Bəli, bu canavardır. Canavar Romanın simvoludur və hesab olunur ki, Neronu canavarlar yeyib. Bir əfsanəyə görə, tanrılarla heyvanların döyüşü zamanı qalib gələn tanrılar, qalxanı həmişə özü ilə daşımağa məhkum edilmiş onu yaratmışdılar. Tip komandası. Tısbağa. Bu tısbağadır, bəli. Qalxanın üzərində ölkənin 6 ştatını təmsil edən simvollar və həmin qalxanı tutan emu və kenguru. Bu, hansı dövlətin gerbidir? 42. Avstraliya. Bəli, bu Avstraliyadır. Emu və kenguru Avstraliya faunasına məxsusdur. Müğənni Iggy Pop'un əsl adı James Ostenberg'dir. Yaxın çevrəsində o, hansı heyvani ləqəblə çağırılır? Iggy Pop'un əsl adı James Ostenberg'dir. Iggy sizə kömək eləyə bilər heyvani ləqəbi tapmaq üçün. Aviasiya. İguana. Bu doğru cavabdır, bravo, iguana. Oyunculara təşəkkür edirəm, onlar masa ətrafında öz yerlərini ala bilərlər. Biz sirli raundun 4-cü mövzusuna keçid alırıq və komandalardan xahiş olunur 4-cü oyuncularını oyun kürsüsünə göndərsinlər. Sirli raundun növbəti mövzusu seriallar adlanır. İlk sual və 300 xal. Bu serial kimya müəllimi Walter White'a tip komandası. Breaking Bad. Xərçəng diaqnozu qoyulduqdan sonra başına gələn hadisələrdən bəhs eləyir. Breaking Bad, bəli.
Bu serial Westeros qitəsində taxt uğrunda mübarizədən bəhs eləyir. Tip komandası. Game of Thrones. Taxtac oyunları. Bəli, taxt oyunları. Bu serialın finalı ABŞ-də 52 milyon tamaşaçı tərəfindən izlənilməklə rekord vurmuşdu. Bu serialın finalı rekord vurmuşdu. Komanda yoldaşlarınız həm də sizin. Tip komandası. Friends. Dostlar, bəli. Filmlərin internet bazasında bu serial ən yüksək reytinqə malikdir. Serial ötən əsrin 80-ci illərində baş vermiş hadisəyə əsaslanır. FHŞ Akademiya. Çernobil. Bəli, bu birbaşa sizin işinizlə əlaqəlidir, həm də orada xilas etmə tədbirləri yerinə yetirilirdi. Bravo! 1980-ci illərdə Indiana ştatında gənclərin fövqəltəbii hadisələrlə üzləşməsi 2016-cı ildən yayımlanan bu serialın əsasını təşkil eləyir. 1980-ci illərdə Riverdale. Yox. Səhv cavabdır. Digər komandaların cavab tapmaq üçün şansı var, amma düymə sıxıldığı üçün mən o qədər də aktiv kömək eləyə bilməyəcəm. 1980-ci illərdə Indiana ştatında gənclərin fövqəltəbii hadisələrlə üzləşməsi 2016-cı ildən yayımlanan bu serialın əsasını təşkil edir. 3, 2, 1. Düzgün cavab qəribə şeylər idi. Komandalar öz yerlərini ala bilərlər masa ətrafında. Biz isə sirli raundun son mövzusuna keçid alırıq və komandalar sonuncu gladiatorlarını oyuncu kürsüsünə göndərsin. Mən əbəs yerə sizə sonuncu gladiatorlar demədim. Bunu sonuncu samurayla da vəzəlmək olardı. Çünki sərkərdələr mövzusunu oynayacağıq. Sərkərdələr mövzusu ilk sual nominal xal dəyəri 300. Versiyalardan birinə görə ilk dəfə çəkiç taktikasını eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamela döyüşündə bu sərkərdə həyata keçirmişdi. Makedoniyalı İskəndər. Makedoniyalı İskəndər, bravo, tibb işçiləri öz hesabına növbəti xalı yazdılar. 1162-ci ildə doğulduğu güman edilən bu sərkərdənin əsl adı Timuçin olub. Potitu? Çingiz xan. Bəli, bu Çingiz xandır. Digər komandalarda düyməni sıxmışdı, amma Potitu heç kimə imkan vermədi. Onun hakimiyyəti dövründə Səmərqənd mədəniyyət və incəsənət paytaxtı elan edilmişdi. Səmərqənd. İndik. FHŞ Akademiya. Bəlkə Əmir Teymur. Bəlkə yox, elə bu həqiqətən Dəmir Teymurdur. Bravo! Davam edirik. 21 yaşında İstanbulu fəth eləməklə o Potitu Fatih Sultan Mehmet. Bizans İmperiyasının varlığına son qoymuşdu. Bu Fatih Sultan Məhməddir. Bəzən İslam dünyasının birləşdirici əskəri adlandırılan o, gücsüz səlibçilərdən geri ala bilmişdi. Potitu birinci olaraq düyməni sıxdı, ikinci FHŞ Akademiya, üçüncü isə aviasiya. Eşidək. Digər oyuncular gözləyir. 3, 2, 1 cavab. Cavab. Sizdən xal silinəcək cavab ala bilmədiyimə görə. İkinci FHŞ Akademiya. Qanuni Sultan Süleyman. Bu səhv cavabdır və Səlahiyyətin Əyyubi. bu isə düzgün cavabdır. Səlahiyyətin Eyyubi. Oyunculara təşəkkürümü bildirirəm. Onlar komandada masa arxasında öz yerlərini ala bilərlər. Biz isə fərdi raundla Xəmsə Milli İntellektual oyununa davam edəcəyik. Fərdi raundun qaydalarını sizin diqqətinizə çatdırmaq istəyirəm. Fərdi raundda hər komandadan yalnız bir oyuncu iştirak edə bilər və o öz oyuncusunu qələbəyə apara bilər. Belə ki, artıq mənə komandalar öz oyuncularının adlarını veriblər. Mən xalı az olan komandadan xalı çox olan komandaya doğru oyuncuları oyuncu kürsüsünə dəvət eləyəcəm. FHŞ Akademiya, Elmar Nəsibov, göy kürsüyə zəhmət olmasa.
42 komandasından Gülhəsən Kərimov yaşıl kürsüyə zəhmət olmasa. Aviasiya komandasından Zaur Həşimov sarı kürsüyə zəhmət olmasa. Və tibb işçilərindən İlkin Qurbanlı isə qırmızı kürsüyə zəhmət olmasa. Fərdi raunda keçməzdən əvvəl mən komandaların topladığı xalları televiziya tamaşaçılarının diqqətinə çatdırmaq istəyirəm. Efaşyan Akademiya mənfi 600, Fortitude komandası 5800, Aviasiya komandası 6600 və Tibb komandası 8300. İndi isə sizə 5 mövzu təqdim edəcəm. Xalı az olan komandadan çox olan komandaya doğru bir-bir mövzulardan imtina edəcəksiniz. Döyüş, Azərbaycan ədəbiyyatı, meyvələr, Bakı metropoliteni, alimlər. Efaşyan Akademiya, buyurun. Azərbaycan ədəbiyyatı. İmtina edirsiniz. Azərbaycan ədəbiyyatı mövzusunu göndərdiyi sual bazasına. Buyurun, Fortitude. Döyüş. Döyüş mövzusundan da imtina olundu. Növbə aviasiyanındır. Bakı metropoliteni. Bakı metrosundan da imtina olundu və son olaraq Tibb komandası. İki mövzudan birini seçəcək, biz onu oynayacağıq. Alimləri oynayaq. Alimlər mövzusu ilə fərdi raunda davam edirik. Fərdi raundun alimlər mövzusunda ilk sualı oxumamışdan əvvəl Efaşyan Akademiya komandasına üzümü tutub deyirəm ki, ruhdan düşməyə dəyməz. Hazır ki, mövzuda 6000 xal oynanılır və siz nəinki öz hesabınızdakı xalı artıra, həm də rəqiblərinizi keçə də bilərsiniz. Odur ki, ruhdan düşməyə dəyməz. Hazırda fərdi raundda alimlər mövzusunda 6000 xal oynayacağıq. İlk sual. Nominal xal 400. Alimlər yalan danışan zaman insanın hansı orqanında hərarətin artdığını müəyyən ediblər? Aviasiya buyurun. Yanaq deyəcəm. Yanaq, yanaq. Yox, bu səhv cavabıdır. Efaşyan Akademiya. Alnında. Alın da səhv cavabıdır. Əl. Yox, əl də səhv cavabıdır və son olaraq Tibb komandasının versiyası yoxdursa mən düzgün cavabı səsləndirim. Var versiyanız? Versiya olaraq qulaq deyərdim. Yox, qulaq da səhv cavabıdır. Bu Pinokyo effekti adlanır. Məhz burun. Davam edirik. Alimlər mövzusu ikinci sual, nominal xal dəyəri 800. Avstraliyalı alim David Warren'in məzar daşına yazılıb. Onun yaradıcısı. Açmayın. Versiya var. Versiya tələsmə. Fərdi raunddur. Versiya ilə komandaların qabağını kəsməyək. 3-2-1. Düzgün cavab qara qutudur. Adətən qara qutuların da üzərinə Flight Recorder Don't Open yazılır. Davam edirik. Alimlər mövzusu 3-cü sual, nominal xal 1200. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan alim. Birinci olaraq Tibb komandası. Düyməni sıxıb, buyurun. Lütfizadə. Berkeley Universitetinin ömürlük professoru seçilmişdir. Bəli, bu bizim həm yerlimiz Lütfizadədir. Alimlər mövzusu 4-cü sual. Nominal xal 1600. 15-ci əsrin sonlarında Alman alimi tərəfindən yaradılmış o, yer alması adlandırılmışdı. Tibb komandası. Geosentrik nəzəriyyə. Yox, bu səhv cavabdır. Digər komandaların düzgün cavab vermək üçün şansı var. Buyurun, Globus. aviasiya. Globus. Bu isə düzgün cavabdır. Bəli, Globus. Və fərdi raundun alimlər mövzusunun son sualını səsləndirəcəm. Nominal xal 2000. Son intibah dövründə Schmidt soyadlı bir çox alim Smith və ya Fabricius soyadına keçmişdi. Bunun səbəbi həmin alimlərin əsərlərinin bu dilə tərcümə edilməsi hesab edilir. Son intibah dövründə Schmidt soyadlı bir çox alim Smith və Fabricius soyadına keçmişdi.
Bunun səbəbi həmin alimlərin əsərlərinin bu dilə tərcümə edilməsi hesab edilir. Hansı dil? Versiya Üç. edə bilərəm. 2, 1, Versiya. ver versiyanı. İtalyan dili deyil. Yox, İtalyan dili deyil. Cavab isə Latın dilidir. Orta əsrlərdə elm dili Latın dili hesab olunurdu. Oyunçuları alqışlayaq və fərdi raundu bitirdik. Onlar masada öz yerlərini ala bilərlər. Biz isə xəmsə raunduna keçid alırıq. Xəmsə raunduna keçid alırıq, amma xəmsə raundun qaydası belədir ki, bu raundda hesabında müsbət xal olan komandalar iştirak eləyə bilər. Odur ki, mən dəyərli, əziz Efaşen komandasına, akademiya komandasına təşəkkürümü bildirirəm. Onlara sağ olun deyirəm, alqışlayıram. Gələn görüşlərdə inşallah görüşərik, birlikdə oynayarıq. Sağ olun. Və xəmsə raundunda veriləcək sualın mövzusunu elan edirəm. Komandalardan nominal xal gedişlərini yazıb bizim komanda üzvlərimizə vermələrini xahiş edirəm. Mövzu Şuşadır. Buyurun. Sizə vaxt verilir, xal gedişlərinizi eləyə bilərsiniz. Və beləliklə komandalar xal gedişlərini elədilər. Mən isə sualı səsləndirmək üçün mərkəzəyə, komandalara daha yaxın gəlirəm və sual belədir. Diqqətli olun. Tarixi salnamələrdə qeyd edilir ki, yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşləri burada keçirilirdi. Söhbət hardan gedir? Vaxt getdi. Və artıq komandaların elədiyi xal gedişləri, verdikləri cavablar məndədir. Mən istərdim ki, xəmsə raunduna getməmişdən əvvəl komandaların xalları ilə sizi tanış edeyim. Aviasiya 7800 xalla xəmsə raunduna gedib, Fortito 5400 ilə xəmsə raunduna gedib, tibb işçilər isə 7900 ilə. Və onların elədiyi nominal xal gedişləri belədir. Aviasiya 2500, Fortito 3000, Tibb 7702. Əsas məsələ bilirsiniz nədir? Siz əslində tibb işçiləri ilə cəmi 100 xal geridəsiz. Amma eləyəcəyiniz gediş sizi bəlkə də çempion eləyə bilərdi. Hər üçünüz düz cavab vermişsiniz, amma bugünün çempionu tibb işçiləridir. Onlar 15602 xalla birinci yerə çıxırlar, aviasiya 10300 xalla ikinci yerə çıxır, Fortito isə 8400 xalla üçüncü yerin sahibi olur. Bugün Zəfər Kubokudur və təltif etmə mərasimləri olacaq. Mən ilk olaraq bugünün ən yaxşı oyunçusunu intellekt cəngavəri adı ilə təltif eləmək istəyirəm. Bu tibb işçiləri komandasından Sümbül Orucludur. Gəlin buraya, yanıma gəlin. Həyəcanlısınız? Yox? Mən özüm bilərəkdən düzgün cavabı demədim ki, siz mənim qulağıma deyəsiniz nə yazdığınızı, mən deyim kameraya. Burada nə yazmışdınız xəmsə raundunda? Cıdır düzü! Xəmsə raundunun cavabıydı. İntellekt cəngavəri, təbrik edirəm sizi. Keçin yerinizə. Bravo. Üçüncü yeri dəvət eləyəcəm bura. Lənkəranı təmsil eləyən Fortito komandasıdır. Qanınız qaralmasın, hər şey yaxşıdır. Gəlin bura.
Niyə alqışlamırsınız ki dostlarınızı? Başa düşmədim. Niyə alqışlamırsınız ki? Üçüncü yerə çıxan alqışlamırlar. Niyə alqışlamırsınız? Ora baxırıq hamımız, ora baxırıq, ora baxırıq. Tərpənməyin, dayanın burada. İkinci yeri çağırıram, bu aviasiya komandası. Buyurun. Təbrik eləyirəm, təbrik eləyirəm, təbrik eləyirəm. Sizə təbrik eləyirəm. Xanım, sizə təbrik eləyirəm. Kuboku sizə verirəm, ikinci yerin sahibi və son olaraq bugünün çempionu aviasiya işçilərini yanıma dəvət eləyirəm. Buyurun. Son olaraq tibb işçilərini yanıma dəvət eləyirəm. Təbrik eləyirəm, təbrik eləyirəm, sizə təbrik eləyirəm. Buyurun, kubok sizindir. 1, 2, 3, ürəklə qaldıraq. Bravo! Əziz tamaşaçılar, Xəmsə Milli İntellektual oyununda biz bugünlük Zəfər kubokunu yekunlaşdırırıq. Allah bizi hər zaman qələbələrlə müjdələndirsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Azərbaycan ordusuna eşq olsun və bir daha deyək ki, Tanrı Azərbaycan xalqını qorusun. Sağ olun. Gələn həftə yenidən görüşərik. Özünüzdən müğayət olun.